Salam hörmətli izləyicilər. Siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilən bayram tədbiri keçirilib. Şənlik çərçivəsində tələbələrin hazırladıqları Novruz xonçaları, eləcə də milli adət-ənənələrimizi əks etdirən müxtəlif bayram şirniyyatları nümayiş etdirilib. Tədbirdə çıxış edən universitetin rektoru Dosent Rüfət Əzizov, universitetin professor-müəllim heyətini və tələbə kollektivini Novruz bayramı münasibəti ilə təbrik edərək onlara səmimi arzularını çatdırıb. Bayram şənliyi universitetin gənclik mahnı və rəqs ansamblının rəngarəng rəqs nömrələri, Novruzun sevilən obrazları, Kosa və Keçəlin təqdimatında maraqlı səhnəciklərlə, həmçinin tanınmış musiqiçilərin ifasında musiqi nömrələri ilə davam edib. Sonda universitetin həyətində bayram tonqalı alovlandırılıb və tədbir iştirakçıları Novruz ənənələrinə uyğun olaraq tonqal ətrafında bayram sevinclərini bölüşüblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri akademik mobillik proqramı çərçivəsində Qazaxıstanın Şahmərdan Yesenyov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində keçirilən UPIC 2026 hakatonunda uğur qazanıblar. Hakatonda universitetin ümumilikdə 10 tələbəsi iştirak edib. Onlardan 2 nəfər yüksək nəticə göstərərək müsabiqədə birinci yerə layiq görülüblər. Qeyd edək ki, akademik mobillik proqramı çərçivəsində xaricdə təhsil alan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tələbələri beynəlxalq layihələrdə fəal iştirak edir. Müxtəlif müsabiqə və tədbirlərdə universiteti uğurla təmsil edirlər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində sərhədlərdən kənarda qlobal elmi əməkdaşlıq və tədqiqatların ön sıralarında olmaq mövzusunda seminar keçirilib. Seminar universitetin məzunu Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu, Mühəndislikdə Qadınlar Azərbaycan filialının direktoru, Dortmund Universiteti, Şarsman təqaüdçüsü, Sinxua Universiteti Beynəlxalq Əlaqələr üzrə Şarsman tədqiqatçısı Sonabəyim Hüseynzadə tərəfindən aparılıb. O, qlobal elmi əməkdaşlığın müasir tədqiqatlarda rolu, beynəlxalq tərəfdaşlıqların yaratdığı imkanlar barədə danışıb. Xarici ölkələrdə əldə etdiyi tədqiqat təcrübələrini iştirakçılarla bölüşüb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Gülcənnət Məmmədova universitet tərəfindən Birləşmiş Krallığa göndərilib. Gənc doktorantımız artıq İngiltərənin əsas universitetlərindən biri olan University of Readingdə tədqiqat işlərinə başlayıb. Qeyd edək ki, universitetimiz gənc doktorantlarını dəstəkləyir və onların elmi tədqiqat sahəsində uğur qazanmasında birbaşa iştirak edir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində diptek ekosistemi və startap strategiyası mövzusunda təlim keçirilib. Universitetin startap və texnologiyaların transferi ofisi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən diptek inkubasiya proqramı çərçivəsində ilk təlim keçirilib. Təlimin spikeri Eldəniz Babayev olub. O, Tiny World şirkətinin təsisçisi və baş icraçı direktoru, həmçinin Robotics X AI Lab'ın qurucusudur. Təlim zamanı spiker diptek sahəsində qlobal trendlər və texnologiya yönümlü startapların inkişaf strategiyaları barədə iştirakçılarla öz təcrübəsini bölüşüb. Təlim çərçivəsində diptek ekosistemi və startap strategiyası mövzusu ətrafında geniş müzakirələr aparılıb. Eləcə də diptek layihələrində risk strukturu və bu risklərin idarə olunması barədə ətraflı məlumat verilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startap və Texnologiyaların Transferi Ofisi şöbəsinin təşkilatçılığı ilə Power BI ilə data analitikası mövzusunda praktiki workshop keçirilib. Tədbirin məqsədi tələbələrə data ilə işləmə bacarıqlarını aşılamaq, analitik düşüncə tərzini inkişaf etdirmək və müasir əmək bazarında tələb olunan texnoloji alətlərlə tanış etmək olub. Workshop çərçivəsində iştirakçılar məlumatların emalı və vizuallaşdırılması üçün istifadə olunan Microsoft Power BI platformasının imkanları ilə tanış olublar. Təlim praktik formatda təşkil olunub. Workshop zamanı iştirakçılar praktiki tapşırıqları yerinə yetirərək məlumatların təhlili və interaktiv dashboardların hazırlanması üzrə ilkin təcrübə əldə ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində AZİU Birlik və İnkişaf Görüşü adlı tədbir keçirilib. Nabranda fəaliyyət göstərən Təhsil İnkişaf Mərkəzində təşkil olunan görüşdə Universitetin Zəkanın Gücü Brain Ring intellektual yarışının iştirakçıları və gənc müəllimlər iştirak ediblər. Tədbir çərçivəsində Universitetin rektoru Dosent Rüfət Əzizov Universitetin gələcək inkişaf strategiyası haqqında təqdimatla çıxış edib. Bu istiqamətdə nəzərdə tutulan prioritetlər gənc müəllimlərin iştirakı ilə müzakirə olunub. Görüş çərçivəsində eyni zamanda iştirakçılar üçün müxtəlif təlimlər və interaktiv fəaliyyətlər təşkil edilib. Komanda oyunları keçirilib. Proqram iştirakçıların qeyri-rəsmi mühitdə ünsiyyət qurmasına və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə şərait yaradıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində süni intellektin qaz hasilatı quyularında tətbiqinə dair seminar keçirilib. Seminar BP Exploration Ltd-də əməliyyat sahəsinin meneceri Vüqar Fətəliyev tərəfindən keçirilib. Universitetin məzunlarla İş və Karyera Mərkəzinin təşəbbüsü ilə təşkil olunan süni intellekt modellərinin qaz hasilatı quyularının özünü optimallaşdırma texnologiyalarına tətbiqi məsələləri mövzusunda seminarda qaz hasilatı prosesində lay quyu yerüstü sistemlərində baş verən faza çevrilmələrinin fiziki termodinamik xüsusiyyətləri və bunun yaratdığı texnoloji çətinliklər barədə məlumat verilib. Tədbirdə süni intellekt əsaslı texnologiyalar vasitəsilə qaz quyularının iş rejimlərinin optimallaşdırılması və hasilat səmərəliliyinin artırılması məsələləri də müzakirə edilib. Ramazan bayramı münasibəti ilə 44 günlük vətən müharibəsində şəhidlik zirvəsinə ucalan universitetimizin məzunlarının ailə üzvləri və yaxınları üçün iftar süfrəsi təşkil olunub. Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən iftar mərasimində şəhid ailələri ilə yanaşı universitetin rəhbərliyi də iştirak edib. İftar mərasimində rektor Rüfət Əzizov şəhid ailələri ilə səmimi söhbət edib. Rektor şəhidlərin xatirəsinə göstərilən böyük ehtiramdan danışaraq onların ailə üzvlərinə dərin hörmət və diqqətin hər zaman davam edəcəyini vurğulayıb. Şəhid valideynləri də öz növbəsində göstərilən diqqətə görə təşəkkür edərək övladlarının təhsil aldıqları universitetin və onun kollektivinin özlərinə doğma hesab etdiklərini bildiriblər. Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 23 məzun şəhidi var. Qazaxıstanın Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojaxmetov və universitetin dekanı, beynəlxalq təhsil eksperti Kseniya Yujaninova Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olublar. Qonaqlarla görüşən rektor Rüfət Əzizov onlara universitet haqqında ətraflı məlumat verib. Görüşdə tələflər arasında əməkdaşlıq istiqamətləri, tələbə və müəllim mübadiləsi proqramları, eləcə də birgə elmi layihələrin hazırlanması kimi məsələlər müzakirə olunub. Almatı Menecment Universitetinin prezidenti rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək bildirib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq onlar üçün də maraqlıdır və hər iki təhsil müəssisəsi üçün yeni imkanlar vəd edir. Səfər çərçivəsində qonaqlar universitetimizin bir sıra laboratoriyalarında, o cümlədən rəqəmsal energetika laboratoriyasında, tarix və mineralogiya muzeylərində olublar. Onlar kompüter otaqları və digər tədris məkanlarına baxış keçirərək universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fransanın Strasburq Universitetinin prezidenti Frédéric Berod ilə görüş keçirilib. Rektor Dosent Rüfət Əzizov, o cümlədən universitetin prorektorları və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin ikili diplom proqramının icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Rektor Dosent Rüfət Əzizov universitetin əsas fəaliyyət istiqamətləri barədə ətraflı təqdimatla çıxış edib. Strasburq Universitetin prezidenti Frédéric Berod rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir sıra universitetlərlə geniş əməkdaşlıq əlaqələrinə malik olduğunu bildirib. O, UFAZ-ın beynəlxalq əməkdaşlıq çərçivəsində ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ilk dəfə səfər edən qonaq görüşdən sonra universitetin tarix və mineralogiya muzeyləri, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və UFAZ-ın tədris binaları ilə tanış olub.
O, tədris və elmi tədqiqat mühitini, laboratoriyalarda yaradılan şəraiti və aparılan elmi tədqiqat işlərini yüksək qiymətləndirib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin BIA proqramları üzrə kompüter mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Nizami Rızayevin elmi məqaləsi yüksək impakt faktorlu Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc olunub. Tələbənin mürəkkəb kimyəvi tənliklərin xətti əvəz etmə algoritmi ilə səmərəli şəkildə balanslaşdırılması adlı məqaləsi Mass Communications in Mathematical and Computational Chemistry jurnalında yayımlanıb. Tədqiqatın əsas məqsədi ənənəvi üsullarla balanslaşdırılması çətin və vaxt aparan mürəkkəb kimyəvi tənliklərin daha sürətli və stabil şəkildə həll olunmasını təmin etməkdir. Qeyd edək ki, Nizami Rızayev yalnız kimyəvi sistemlərin algoritmik həlli istiqamətində deyil, eyni zamanda kosmologiya sahəsində də elmi araşdırmalar aparır. Hazırda bu istiqamətdə fəaliyyətini Idealize 2 inkubasiya proqramı çərçivəsində komandası ilə birlikdə davam etdirir. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Sizi müqəddəs Ramazan və Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir. Hər birinizə firavanlıq, sevinc və yeni başlanğıclar arzuluyuruq. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.